TikTok sosial şəbəkəsində yeniyetmələrin psixikasına mənfi təsir göstərən hipnozla bağlı təhlükəli oyun populyarlıq qazanıb. Yeniyetmələr qəribə bir ritual keçirirlər. İştirakçılardan birinin gözləri bağlanır və ona dəhlizlər və qapılar haqqında suallar verilir. Yayılan məlumatlarda bildirilir ki, ritualın iştirakçısı başqa bir insanın qucağında uzanır və bu dəstək və təhlükəsizlik hissi yaradır. Bəzi gənclər bu cür təcrübələrdən sonra panik atak və halüsinasiyalar yaşayıblar. Psixoloqların sözlərinə görə bu cür əyləncələr panik ataklara, orientasiyanın pozulmasına və hətta uzun müddət davam edən psixi pozğunluqlara səbəb ola bilər. Bəs valideynlər bu tip oyunlardan övladlarını necə qoruyurlar? Övladınızın oynadığı oyunlara nəzarət edirsinizmi? Bəli, nəzarət edirəm. Əsasən yumşaq oyunlarda maşın sürmək, belə uşaq yaşına uyğun. Çox pis oyunlar da var. Uşaqlar bilmir, yükülüyür. Sonra görsən ki, uşağın psixoloji vəziyyətinə də çox pis təsir eləyir. Hər bir valideyn öz uşağına nəzarət eləməlidir. Sosial oyunlardan uzaq olmalıdır, internet oyunlarından uzaq olmalıdır. Ən çox tədrislə məşğul olmalıdır. Mütləq onları nəzarətsiz qoymaq olmaz. Mütəmadi olaraq baxış keçirir. Hansı oyunlar oynanılır, ehtiyac var mı oyunların oynanmasına? Bir də hansı yaş həddindədir də təbii ki. Uşaq doğancaq məktəblə, dərslə məşğul olmalıdır. Nəzarət etməlidir. Dərs aid olan şeylərə fikir verməlidirlər də. Nəzarət eləyirik. Çünki telefonda o qədər əlavə oyunlar var ki, uşaqlar gərək ondan çəkək. Evladımın birincisi telefonu yoxdur. Oynayanda da anasının telefonunu götürür, istifadə edir, yəni ona da nəzarət edir. Hər cəhətində, hər işlərində mən onların dəstək oluram, maraqlanıram. İndiki cavanlar öz başına buraxsan, çox pis hadisələr baş verər. Uşaqları həmişə nəzarətdə saxlamalısan, çünki uşağın ağlı olmur. Uşaq elə bir vəziyyətə gəlib çıxır ki, sonra artıq gec olur. Uşaqları həmişə diqqətdə saxlamaq lazımdır. Oyunlarda da yəni bilməlisən ki, uşaq nə oyun oynayır. Yəni bəzi oyunlar var ki, uşaqların psixologiyasını pozur. Psixoterapevt Rövşən Nəcəfov uşaqların təhlükəli oyunlardan qorunması üçün yalnız qadağalar tətbiq etməyin kifayət etmədiyini, əksinə valideynlərin övladları ilə açıq və güvənli münasibətlər qurmağı tövsiyə edir. TikTok kimi sosial media platformalarında yayılan təhlükəli oyunlar artıq sadəcə virtual əyləncə deyil. Bu, real həyatda da problemlər yaradır və yeniyetmələrin, uşaqların psixoloji sağlamlıq üçün ciddi təhlükəyə çevrilir. Valideynlər övladlarına nəzarət etməyə çalışmaqdan daha çox onlarla açıq danışmalıdırlar. Çünki əgər valideynlər övladları ilə səmimi ünsiyyət qurmasalar, gələcəkdə daha böyük problemlər yaranacaq. Qadağalarla yox, güvənlə yanaşmaq lazımdır. Çünki qadağa tərbiyə üsulu deyil. O qeyd edib ki, TikTok kimi platformalarda yayılan bu oyunlara olan maraq uşaqların qəbul olunma istəyi ilə bağlıdır. Bu cür oyunlar xüsusilə yeniyetmələrdə riskli addımlar atmağa səbəb olur. Yeniyetməlik dövrü beynin hələ tam formalaşmadığı, qərar vermə və təhlükəni dəyərləndirmə bacarığının zəif olduğu bir dövrdür. Ona görə də yeniyetməlik dövründə insanlar çılğın olurlar. TikTok və oxşar platformalar bir növ sürətli dopamin qaynağını artıq çevirdibdir və bunun üçün də mütləq psixi sağlamlıq mütəxəssisindən dəstək almaq lazımdır. Uşaqlar ailədə bəyənilmək və görünmək istəklərini reallaşdıra bilməyəndə bunu virtual dünyada formalaşdırmağa çalışırlar. Bu oyunlar adətən ritual xarakteri daşısa da, uşaqlarda maraq, qorxu və qəbul olunma istəyi ilə bağlı problemlər formalaşdırır. Yeniyetmələr həmin çağırışlara qoşulmaqla özlərini sübut etməyə, bəzən də sadəcə digərləri tərəfindən bəyənilmək üçün riskli addımlar atmağa meyilli olurlar. İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, bəzi mobil tətbiqlər var ki, valideyn övladlarının telefonuna həm notebook, həm də telefon üzərindən yazılı və video şəklində nəzarət edə bilər. Ümumiyyətlə, valideynlər övladlarını, telefonlarını sistem yüklədikdə, onlar gərək sistemdə öz telefonlarına valideyn övlad nəzarət mexanizmləri ilə funksiyaları ilə aktivləşdirsinlər. Burada həm Androidin, həm iPhone-da müxtəlif tətbiqlər var ki, övladının əməliyyat sistemini, yəni ki,
Android və ya ki iPhone əməliyyat sistemini birbaşa özünə övlad kimi təyin edə bilir. Hansı məzmunları izlədiyini, istər video, istər də yazılı olaraq, oyun olaraq hansı saytlarda vaxt keçirdiyini tam olaraq tənzimləyə və nəzarət edə bilər. Bunun üçün yaradılmış xüsusi mobil tətbiqlər var ki, valideyn öz övladının istər notebook üzərindən, istər də mobil telefon üzərindən nəzarət edə bilər. Mütəxəssislər gənclərin dəbli olmağa can ataraq məşhur blogerləri təqlid etməyə meyilli olmasına da diqqət çəkir. Yeniyetmələrin bu cür cərəyanlara tənqidi yanaşmağı və lazımsız risklərə məruz qalmamaları üçün yox deməyi öyrənmələrinin vacibliyi vurğulanır. Aytən Verziyeva, Orxan Balayev, Nərminə Kamalova, APA TV.